Mən Aytəz Həciyevə, 17 yaşım var. Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində web dizayn və proqram təminatı üzrə təhsil alıram. Mən daha öncə burada kompüter kursuna gəlmişəm 2 aylıq və buradakı şərait, burada müəllimlərin mehriban davranışı mənim çox xoşuma gəldi. Ona görə də buranı seçdim. Eyni zamanda Dost İnkluziv və Yaradıcılıq Mərkəzində rəqsi bitirmişəm. Sonra Türk Sənət Akademiyasında və Çoban Yıldızı Film Akademiyasında isə aktyorluq kursunu bitirmişəm. Boş vaxtlarımda rəsm seçməyi xoşlayıram. Eyni zamanda kompüterdə özümü inkişaf etdirməyə çalışıram. Ona görə də onunla maraqlanmağı xoşlayıram. Aktyorluq hobim olduğu üçün onunla da maraqlanıram. Eyni zamanda pişiklərimlə maraqlanmağı, kitab oxumağı xoşlayıram və məni müsbət enerji verəcək videolar izləyirəm. Mən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində daha öncə 2 aylıq kompüter kursuna gəlmişəm və burada müəllimlərin bizlərə olan xoş rəftarı, ondan sonra burada olan şərait, uşaqların gözəl rəftarı, baxışı mənim çox təsir elədi. Artıq mən dedim ki, mən burada oxumaq istəyirəm. Hətta direktorumun Pərviz müəllim belə məni ruhlandırdı ki, sən gəl burada oxu, narahat olma, sənin üçün hər şərait var burada. İqtisası seçməyimdə səbəbim odur ki, müasir zamanəyə uyğun iqtisaddır. Mən elə bir iqtisad seçmək istədim ki, gələcəkdə onunla da işləyə bilim. Açığı burada, yəni bu Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində heç bir çətinliklə qarşılaşmamışam bu günə qədər. Ancaq orta məktəbdə mən ev təhsilli olmuşam və istər-istəməz çox qapalı idim. Çox çətinlik çəkirdim. O problem olub. Amma burada heç bir problem olmayıb. Dərslərimdə ən çox ruhlandıran şey birincisi dərslərin maraqlı təşkil olmasıdır və müəllim daha anlaşılan anladır. Eyni zamanda da mənim bu iqtisasa həvəsim var. Gələcəyimi düşündüyüm üçün, bu iqtisadda çalışmaq istədiyim üçün daha həvəslə yanaşıram. Gördüm biraz modum düşür, başlayıram dərsləri özüm üçün daha maraqlı eləməyə. Nə olursa olsun evə qapanmasınlar və bilirəm çoxu özünə güvənmir, bacarıqsız olduğunu hiss edir, əssiz hiss edir özünü. Amma mən bunu çox rahatlıqla deyə bilərəm ki, bu elə deyil, hər kəsin bir bacarığı var və önəmli olan onu kəşf etməkdir. Mən şəxsən özümdən örnək verim, nəyə marağım varsa gedib o sahədə özümü sınayıram. Əgər xoşuma gəlirsə onunla da davam edirəm və belə bir məsləhət verim ki, nə olursa olsun evdə qalmayın, çölə çıxın, insanları tanıyın, gəzəndə isə baş aşağı gəzməyin, onların gözlərinə baxın, qoy alışsınlar. Siz nə qədər evdə qalsanız, bizim kimlərə çox fərqli baxacaqlar. Biz əslində əngəlli deyilik, nə də ki, qüsurlu deyilik. Bizim sadəcə tək bir fərqimiz var. Mənim sizlərdən tək bir fərqim var, mənim əllər arasında olmağımdır. Bu o demək deyil ki, mən heç nə bacarmıram. Nə olursa olsun, bir peşələri olsun, bir bacarığa yiyələnsinlər. Gələcəkdə aktris olmaq istəyirəm təbii ki də və web dizayn və proqram təminatı üzrə işləmək istəyirəm. Çox yaxşı və professional mütəxəssis olmaq istəyirəm. Nələri dəyişdirmək istəyərdim? Hər halda insanların baxışlarını dəyişdirmək istəyərdim. Yəni görsünlər ki, bizlər də bacarıqlıyıq, bizlərin də arzuları var, xəyalları var və ümid edirəm ki, bu gələcəkdə dəyişəcək. İnsanların qəribə baxışları əvvəllər məni çox yorurdu açığı. Çox qapanırdım özümə, utanırdım. Amma indi elə deyiləm, artıq alışmışam. Artıq insanlar da bizlərə alışıblar, düzü. Eyni zamanda bir məkana getmək istəyəndə rahatlıqla o məkana girə bilmirik. Çünki nərdivənlər var və bizlər üçün şərait olmur. Amma burada isə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində isə mən gördüm ki, nərdivən də var, amma onun kənarında bizlər üçün lift də var. Bu çox yaxşı bir haldır. Gələcək üçün arzularım oxuduğum ixtisas üzrə çox yaxşı bir mütəxəssis olmaq. Eyni zamanda aktris olmaqdır, çünki mən bunun üçün də çalışıram. Oxuduğum iqtisadda özümü daha çox inkişaf etdirmək istəyirəm, yəni web dizayn və proqram təminatında. Eyni zamanda aktyorluq və rəqsdə. Çünki bunlar mənim ən çox sevdiyim peşələrdir.